dostlar və əziz dostlarım, hər birinizə özəl günümüzdə yanımızda olduğunuz üçün təşəkkür edirəm. Bugün tam 11 il öncə başladığımız yolun sonuna gəldik. Ümid, qürur və həyəcan doluyuq. Həyatımızın bir səhifəsini acı və şirin xatirələrlə örtərkən, digər səhifəsini yeni gözləntilər və ümidlərlə açırıq. Bugün bizi bir araya gətirən son gündür. Bugündən etibarən biz bu məktəbdə oxuyan şagirdlər yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirik. Əziz müəllimlər, bizə çəkdiyiniz əziyyəti halal edin. Sizi incitmişiksə bizi bağışlayın, haqqınız ödənməzdir. Biz hər hansısa bir uğur əldə edə bilmişiksə, bunun başlıca səbəbkarları və memarları sizlərsiniz. Elədiklərinizlə qürur duyun. Heç bir təşəkkür sizin bizim üçün elədiklərinizi qarşılamağa yetməz həqiqətən. Amma yenə də demək istəyirəm ki, bizə haqqımızı qorumağı öyrətdiyiniz və qatdığınız bütün dəyərlər üçün sonsuz təşəkkürlər. Təşəkkürü həmçinin mənimlə bu yolda bərabər gedən sinif yoldaşlarıma da etmək istəyirəm. Sizinlə imtahan stresimi, xəyallarımı, sevincimi, kədərimi bölüşdüm. Həyatımın ən gözəllərini sizinlə bərabər bu məktəbdə keçirdim. Yolunuz və yolumuz daima açıq olsun. İnşallah məzun adından sonra tələbə adına da layiq olar. Mənim bu yollarda əziyyətimi çəkən, mənim həyatımda mühüm rol oynayan, arxamda durub həmişə mənə dəstək verən, məni heç nədən məhrum buraxmayan ailəmə də sonsuz təşəkkürlərimi bildirirəm. Ən əsas olaraq bizim burada rahat, əmin-amanlıq içində yaşamağımız üçün xəyallarını, ümidlərini, canlı qurban verən şəhidlərimiz və onların valideynləri qarşısında baş əyirəm. Haqqınız ödənməzdir, haqqınızı halal edin. Bitişlər çətin demişdik, amma hər şey bir gün bitər. İllər bitər, sözlər bitər, həyat bitər. Vidalar ancaq gözəl qəlbləri incilər. Əgər yollar bir gün birləşəcəksə, qismətdə varsa birləşər. Dünya kiçikdir, həm də çox kiçik. Dünyaya bizləri gətirən valideynlərimizə və bu məktəbin bütün müəllimlərinə özüm və sinif yoldaşlarım adından son dəfə təşəkkür edirəm.